Ümumiyyətlə, ürək əməliyyatı olunmasından asılı olmayaraq vətəndaşda ya əməliyyat olunub, ya və yaxud da ki, olunmayıb. Ürək çatışmazlığı varmı? Ürək çatışmazlığı dedikdə biz nələr nəzərdə tuturuq? Təbii ki, ürəyin atom fraksiyası vardır. Bu, bədənə qovduğu qandır. Onun norma daxilində olması, artıq bədənə, belə deyə bir motor funksiyasını yerinə yetirən, qanı qovan bir orqanın çatışmazlığı dedikdə nədir? İlk əvvəl onu bədənə pompalaya bilməməsi qanı. Və yaxud da ki, 4 kamerası var. Hər hansısa bir kameranın infarktdanmı, anadan gəlməmi, hər hansısa bir zədələnməsi fonunda o kameranın işləməməsi, funksional ürək çatışmazlığı dediyimiz bir şey vardır. Bunlar hamısı SPAP dediyimiz göstərici vardır. Bədənin oksigenlə təminatını göstərən bir göstəricilər vardır. Bunlar hamısı kompleks nəzərə alınır. Yəni, ürək çatışmazlığı varmı? Bu ürək funksiyasını normal yerinə yetirə bilirmi? Qanı normal şəkildə bədənə pompalaya bilirmi? Bu suala cavab verir. Amma mən əməliyyat olduğum açıq ürək əməliyyatı, qapalı ürək əməliyyatı, stent, bu əməliyyatdan sonra sonda ürək işləyirmi? Sonda ürək çatışmazlığı varmı? Sonda ürək öz funksiyasını normal yerinə yetirirmi, yetirmirmi? Yetirməsə əlillik üçün müraciət olunur. Yetirirsə bu zaman yox. Sırf açıq ürək əməliyyatı olmuşam deyə əliləm, bu yanlış göstəricidir. Və ya stent qoyulub əliləm, bu yanlış yanaşmadır. Əlillik ürəyin çatışmazlığına görə təyin edilir. Biz ümumiyyətlə niyə cərrahi əməliyyat olaq ki, sonda əlil olacamsa mən niyə əməliyyat olum, əlavə bir travma alsın bədənim? Biz cərrahi əməliyyat oluruq ki, baş vermiş xəstəlik, patoloji aradan qaldırılsın. Daha da yaxşı olum. Yəni bu əməliyyat sonda məni yaxşılaşdırmayıb, əlil edəcəksə, onda bu əməliyyatı niyə oluram? Yəni ümumilikdə yanaşmalı. Yəni gün ərzində çoxsaylı cərrahi əməliyyatlar olunur. Onlar hamısı əməliyyat olub ki, əlillik sayılmır. Amma elə patologiya var ki, o artıq əlillik sayılır. Misal üçün bayaq səsləndiyim kimi, əgər ürəyin ritm pozğunluğu varsa və süni ritm tənzimləyicisi qurlaşdırılıbsa, bu artıq çox ağır patologiya hesab olunur. Bu artıq əlillik deməkdir. Amma açıq əməliyyat, ürək əməliyyatı olub, qapalı olub, sonda ürək çatışmazlığı yoxdursa, bu ümumiyyətlə əlillik sayılmır. Digər orqanlara da bu şamil olunur.